Motivasiya üçün gözləmək lazım deyil. Bəzən hərəkətin özü motivasiyanızı yaradacaqdır. Motivasiya sabit bir hormonal status deyil, sadəcə bir dalğadır. Sıfır motivasiya günlərində hərəkəti necə davam etdirməli? Bugün bundan danışacağıq. Fiziki aktivlik çox vacibdir və ancaq hər gündə enerjili olmaq mümkün deyil. Motivasiya sabit bir hormonal status deyil, sadəcə bir dalğadır. Kortizol, dopamin, serotonin hormonlarının bir-birinə bağlı reaksiyası nəticəsində orqanizmdə yaranan bir ruh halıdır. Yuxusuzluq, stres və qan şəkərinin enməsi də bu balansı pozarsa, bədənə dincəl siqnalını verir. Amma elmi araşdırmalar deyir ki, bu günlərdə tam dayanmaq yox, ritmi bir qədər yumşaltmaq daha doğrudur. Motivasiyanız düşübsə, dayanmayın, gəzin, nəfəs alın, bədəni hərəkətdə saxlayın. Çünki yüngül fiziki aktivlik dopamin və endorfinləri yenidən hərəkətə gətirəcəkdir. 15 dəqiqəlik gəzinti belə beyin enerji sistemini yenidən restart edir. Motivasiya üçün gözləmək lazım deyil. Bəzən hərəkətin özü motivasiyanızı yaradacaqdır. Yəni bədənə rəhm etmək, hərəkətdən tamamilə imtina etmək deyil. Onu ahəngdə saxlamağa çalışın. Özünüzdən müğayət olun və bu videonuzu motivasiyası ilə dostlarınıza göndərməyi unutmayın. Sağ olun.